Hörmətli izləyicilərim, yoxudan durğulmuşam Totuşu, Atabala gəlmişik balkon üçün belə bir bağ mebeli almağa. Amma qərar verə bilmirəm, şərhlərdə yazarsınız, balkon üçün hansı daha gözəl görsənir. Ümumiyyətlə bu dükanın bir dənə malları var, əzizləyicilər, çox ləzzət elədi mənə. İndi sizə özəlliklərini izah edəcəm. İnanıram ki, bu sizin çox xoşunuza gələcək. Çünki hər birimiz keyfiyyət axtarırsınız, münasib qiymət axtarırsınız. Bu mağazində siz bu malları tapa bilərsiniz. Üzü yay gəlir, bağ sezonu gəlir, bağlara köçürsünüz yavaş-yavaş, çamadanlar evdə yığılır, içi mən qarışıq. Mən sizə gözəl olan modellərdən görsədim, siz özünüz qiymət verin. Bunun da şərhini yazarsınız, mən hansını alım balkon üçün, kofe içməyə, bura yəni dəhşət bir şeydir də. Mən sizə gəlin maraqlı yeniləncəkləri görsədim. Deməli, dəyərli izləyicilər, yerli mal deyil, hamısı Türk markasıdır, Türk brendidir. Özelliklə odur ki, suya davamlıdır, su keçirtmir. Daha bir sezondan sonra gəlib görürəm də bağ evlərində pişkinə qalır. Allah yerli mal var. Həmən qiymətdən münasib qiymətə birbaşa bu dükandan ala bilərsiniz. Azərbaycan hər yerinə çatdırılması var. Siz bir dənə sifariş edin. Instagram səhifələrini tağ edəcəm, oradan da baxa bilərsiniz. Və belə bir uzanmaq yeri, dincəlmək yeri, stolları, hələ burada bir dənə palatka var, o bir də görsədim sizə. Bir aradan Totuş girib səhər çıxmırdı. Əgər bu sizə ovçusunuzsa, gelirsiniz, məsəl üçün ovazda 4-5 dənə dost qardaş, gəlin bir dənə buna baxın. Bu dəhşət bir şeydir, əzizləyicilər. Bunun içində hər şey var, 4 nəfər yığılır, qoyursan bunu Defender'ın dalına, Wrangler'ın dalına, apardın bir dənə palatkanı qurdun, 4 nəfər, qazı, suyu, sobası, hər şey, stolu, dincəlmək üçün qiymətini də deyə bilərəm sizə. Bütün komple bunun qiyməti, bax burada yazılıb, 5200 manatdır əzizləyicilər. Elə bil ki, evdir də, yəni bildiyin evdir. Materialı çox keyfiyyətlidir, cırılmış suya davamlıdır. Burada yenə bir dənə palatka var. Onu da sizə göstərə bilərəm. Bu biraz balaca palatkadır. Dənizin qırağına qurursan, gedir dənizə, lotka kimi şey də var belə uzanmaq üçün. Burada da yenə bağ mebelləri var. Hələ bu binanın 3-cü mərtəbəsi də var. Orada da qəşəng mebellər var. Qalxaq ora, oranı bizə bir dənə nümayiş elətdirib. Getdik. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this. Maraqlı bir məhsul tapmışam sizə, dəyərli izləyicilər. Kabin 2 nəfərlik, yanında da duşu. Duşdan çıxırsan, ya hovuzdan çıxırsan, gəlib burada uzanırsan, buna bağlayırsan, olur, süper. Bunun materialı yağışa, suya davamlıdır, alüminium karkasdan yığılıb. Yəni, bunlar yerli mal deyil, təkrarçıq olmasın. Həm də oxşarını görə bilərsiniz, keyfiyyət də zəif. Bunlar tam orijinal məhsullardır, Türkiyədən gətiriblər. Dostlar, bura 3-cü mərtəbədir və burada hədsiz dərəcədə çox geniş, minə yaxın burada dizayn var. Minə yaxın burada bağ mebelləri var. Ya, inanın ki, çox xoşum gəldi də burada. Bir də maraqlı bir sizə manqal göstərəcəm. 6 nəfərlik stoldur. Gəlsə buradan göstərdim. 6 nəfərlik stoldur, belə oturursan, doğmalarınla, ailənlə. Bunu qaldırırsan, bu olur manqal. Məşhur restoranlarda kimi. Atırsan əti, ızqaranı bura, kömür də bura alta qoyurlar. Kömürün deşiklərindən üçün keyfiyyətli bir malda. Baxan kimi bilinir ki, hələ burada 12 nəfərliyi də var. Gəlin buna da baxaq. Və hər biri təkərləri var. Gedir gəlir altında belə. Apardın elə bir ki, haradasa qoydun. Yedin işdində, yəni bağın həyətində, 50 sotun içində. Super bir şeydir. Mən belə başa düşdüm ki, dəyərli izləyicilər, sahibi ilə də söhbət elədim. Dedi ki, biz Türkiyənin bir firmasını işləmirik. Burada gördüyünüz mallar
Türkiyənin 5, 6, 7 brendinin sərgilərindən alınmış mallardır. Çeşid imkanları çoxdur. Bu ayrı bir türk firmasıdır. Ostul ayrı bir firması. Təbii ki, bunların arasında qiymət fərqi də var. Ən yaxşısı mənim kimi gəlin özünüz gözlə, canlı şahid olun, görün, almamış gelməyəcəksiniz. Yəni buna sizə garantiya verirəm. Instagram və TikTok səhifələrini də qeyd edirəm. Artıq görmüşsünüz. Nə suallarınız, müraciətləriniz varsa edin. Azərbaycanın hər yerinə çatdırılma var. Xeyirli olsun.